Bir aylık rəhbərliyi niyə almalısan? Bu səni nə qazandıracaq? Önceliklə uşaqlıq travmalarını görüb onu necə şifalandıracaqsan, bunun incəliklərini öyrənə biləcəksən və bir ayın sonunda sən bunu özünə və yaxınlarına necə tətbiq edə bilərsən, bunu biləcəksən, bunu öyrənəcəksən. Uşaqlıq travmalarını şifalandırmaq sənin nəyinə lazımdır? Bu sənin nə işinə yarayacaq? Bax sevgili dostum, bugün hiss etdiyin, yaşadığın hiçbir duygu bugüne ait değil. O duyguları sen geçmişinden bir yerlerden tanıyırsan. O duyguları sen 0 yaşla 7 yaş arasında aldın, kabul ettin ve bugün de karşına çıkan bütün hadiseler, bütün insanlar, yaşadığın her şey sende o duyguların olduğunu göstermek için hayatına gelir. Ve sen uşaqlıq travmalarını şifalandırdığında, bu duygularını neytrala getirdiğinde ne baş verəcək? Həyatın içində şahidlikdə, təslimiyyətdə olub olanı olduğu haliyle qəbul etməyə başlayacaqsan. Yəni həyatla barışıq bir şəkildə yaşamağa başlayacaqsan. Olanı qəbul etdiyində nə baş verəcək? Sənin qəlb gözün açılacaq ki, sənin bu həyatdakı ən böyük rəhbərin sənin qəlbindir. Yani zihinden gelen o kısıtlı bilgilerden onları bir kenara bırakıp artık bu sefer kalbinin sesini dinleyip onun sana gösterdiği yolla gitmeye başlayacaksan ki senin bu hayattaki hayat misyonu sana gösteren yegane rehberin senin kalbindir. Kalp gözünü necə aça bilərsən, duygularını necə neytrala getirə bilərsən, uşaqlıq travmalarını necə şifalandıra bilərsən, bütün bunların incəliklərini öyrənmək istəyirsənsə və eyni zamanda da həyatla barışıq şəkildə yaşaya bilməyin, olanı olduğu halilə qəbul edə bilməyin incəliklərini öyrənmək istəyirsənsə, belə bir niyyətin, tələbin, diləyin varsa, bir aylıq rəhbərlik sənə görədir. Ve ben bir ay boyunca sana yaşadığın hayatın aslında sana olan faydalı taraflarını sana göstermek için senin hayatında varam. Çünkü bakın her zaman deyirsiniz, mən keçmişimdə atamla bunları yaşadım, anamla bunları yaşadım, Əli mənə onu etdi, Ayşə mənə bunu etdi. Bunları mən necə bağışlayayım? Niye bağışlaya bilmirsən? Niye onlarla halallaşa bilmirsən? Çünkü sen onların senin hayatındaki faydasını görebilmirsən. Ve gel bir ay boyunca sana yaşadığın o hadiselerin, o insanların, hayatında olan o insanların sana olan faydasını asanlıkla, güzellikle gösterim. Çünkü sen onları görmediğin müddetçe zihin orasıyla savaşır. Zihin orasıyla savaştıkça sen onun duygusuna girirsen ve burada da onun duygusunu yayırsan, onun duygusunu yaydığın için de ona benzer hadiseleri hayatına çekirsen. Bütün bunların hamısını bir ay boyunca özüne tətbiq etməyi, eyni zamanda da bunu həyatında necə formalaşdıracaqsan, bunu həyatına necə tətbiq edəcəksən, duyğularını necə anlayacaqsan, o duyğunun kökündəki travmalarını necə görəcəksən, bütün bunların incəliklərini öyrənmək niyyətin, diləyin varsa, bir aylıq rəhbərlik sənə görədir. Faydada görüşmək niyyəti diləyilə.